çox yaxşı yadımdadır. Allah rəhmət eləsin, bizim milli qəhrəmanımız Yavər Əliyev hərbi baza ilə bu məsələni həll eləmişdi ki, oradan 7 vertolyot birinci götürüb gəlmişlər, gizlətmişlər. Öz vətənimizdə öz vertolyotlarımızı gizlətmişlər. Akkumulyatorlarını çıxartmışlar ki, sonradan əgər xəbər tutarlarsa gəlib təzədən aparmasınlar. Və belə çox ağır şəraitdə yaranıb hərbi hava qüvvələrinin başlanğıcı. Elə 88-89-cu illərdə adı müharibə olmasa da biz onun içindeydik. Çünki ancaq hava xətti ilə o qaçqınların dağlardan yığılması, Kəlbəcər kimi Laçın, onlar blokadadaydı Ağdərə tərəfdən. Aviasiyasız orada iş yox idi. Ermənilər bizi güdürdülər. Bax, o ofsu necə ki, ovun gözləyir ki, hər məqamda artıq bir neçəsini vurmuşdular. Bu da bahalı texnika idi. Dövlətin də o vaxtı çox zəif vaxtı idi. Özümüzdən çox həm də biz texnikanı qorumalıydıq. Çünki onlar daha çox lazım idi, vətənə lazım idi. (1991-ci il iyulun 20-si tapşırıq aldıq ki, 3 xüsusi təyinatlı polis dəstəsi mühasirəyə düşüb. Yeranboyun Todan kəndində olmuşdu. 2 dəstəni onlar ki, mühasirəyə salmışdılar. Biz gedib Allahın qismətindən onları xilas edə bilmişdik. 3-cü dəstəni deməli onlar mühasirəyə almışdı və gülləbəran eləmişlər 18 nəfəri hamısını. Biz getdik, onları tapdıq yerin və onları götürən məqamda məni başımdan snayperlə vurdu. Sonradan dedilər ki, 5.45 deyilən güllə var, ondan bildilər ki, snayperlə vurublar. Kim getirdik? Daldan kaçınım. Kaldı. Sırtı böyle ha? Bilmiyorum. Yancı. Ay sen. Orada bir tane yaralı var. Yok yakışıklı. Vahid yakışıklı kardeşim. Şükürlər olsun ki, bizim məşhur və çox qəhrəmanlıqları olan Kazım Abbasov heyətin komandiri həmin vertolyotu, həmin generalı, həmin içəridə olan dəstəni xilas edib, hətta raşetdən qaçırtdı. И в это время он как открыл огонь, значит, пуля проскочила через блистер, мимо моего плеча, только осколки от блистера, и попал сюда. А что со вторым пилотом? Да. Второй пилот ранили, сейчас увезли в больницу Гянджа.